Dubaydan Azərbaycana telefon daşıyan insanlar, telefon alverçiləri bu videonu bəyənməyəcək. Bu videoda Dubaydakı iPhone qiymətlərini öyrənəcəksiniz. Çoxlarının məndən soruşduğu Dubayda iPhone qiymətləri neçədir və hardan ən ucuz qiymət almaq olar? Bir dənə yer bilirəm, özüm orada olmuşam, amma həqiqətən xatırlamıram. Onun bir dənə nömrəsini və yaxud da ki, lokasyonunu bilirsənsə mənə göndərə bilərsən. Çünki izləyicilərə söz vermişəm ki, sizin üçün tapıb çıxardacağım o mağazanı. Oranı tapmağa çalışacağam. Bütün alverçilərin aldığı bir mağazadır. Deməli, mağazanı axtarıb tapacaq, o başqa bir məsələ. Lakin deyək ki, səfərə gəldiniz bura, buradan elektronik mallara aparmaq istəyirsiniz və yaxud da ki, telefon almaq istəyirsiniz. Azərbaycana getdiyinizdə gömrükdə sizi nələr qarşılayacaq? Deməli, iki variantı var. Əgər siz hər hansı bir moldan, rəsmi bir mağazadan hər hansı bir elektronik cihazı aldığınızda, onlar isə təbii ki, slip verirlər rəsmi qaydada. Aeroporta getdiyinizdə Dubay aeroportunda o taksi geri ala bilirsiniz. Lakin bu ərazilərdən, Banyas ərazisindən aldığınız telefonların üzərinə qoyulan VAT-ni geri ala bilmirsiniz. Çünki sizin əlinizdə rəsmi bir ödəmə çeki yox. Çünki bunlar vermirlər. İkinci məsələ, Azərbaycan gömrüyündə isə artıq bir qiymətləndirmə olacaq. Çünki sizin sadəcə və sadəcə $800 dəyərində Azərbaycana elektronik cihaz aparma səlahiyyətiniz var. 800-dən artıq olduğunda artıq siz dövlətə 36% vergi ödəməlisiniz. Bu necə işləyir? Deməli, rəsmi bir mağazadan aldığınızda elektronikanı, Apple-u, iPhone-u fərq eləmir, hər nə isə. Deyək ki, ümumi məbləğ $1500-dır. $1500 ödəmişsən, o $1500-dan $800 çıxılır, geri qalan $700-a 36% vergi ödəyirsən. İkinci məsələ, bu ərazilərdən aldığınızda, qeyri-rəsmi dükanlarda, yəni ucuz qiymət aldığınızda artıq sizə ödəmə çeki verilmir. Ona görə də Azərbaycandakı gömrük istədiyi kimi qiymətləndirir. Öz qiymətləndirmə cədvəlinə görə ümumi məbləğ nə qədərdirsə, təbii ki, yenə də oradan $800 çıxılır, geri qalan məbləğin 36%-ni ödəyirsiniz. Rəsmi dükanlardan alınan mallar daha baş ağrısız olur, çünki artıq əlinizdə sizin ödədiyiniz məbləğ var. Oradan $800 çıxılır, geri qalanını ödəyirsiniz. Amma belə mağazalardan aldığınızda təbii ki, onlar qiymətləndirirlər. Burada bütün mağazalar bağlıdır. Bazar gün olduğu üçün yəqin ki, burada bir mağaza var açıq. Soruşacağam ondan. Görək nəyə görə mağazalar bağlıdır. Deməli, dediyim kimi, bugün bu ərazi bağlıdır, bazar gün olduğu üçün və bu ərazi Optovoy ərazisidir. Bütün telefon aksesuarları, telefonlar, elektronik malları bu ərazidən gəlib ala bilərsiniz. Konkret olaraq bu lokeyşını videonun açıqlamalar qisminə qoyacağam. Bazar günü gəlməyin bura. Deməli, bir mağaza açıqdır burada. İndi qiymətləri maraqlanacağam. 13 Pro 128. Qiyməti deməli ikinci əldə işlənmişdi. Bilmirəm nə qədər işlənib. 1350 dirhəmdir. Yəqin ki, burada biraz endirim eləmək olar. 14 Pro Max 256 2500 dirhəmdir. Yenə də ikinci əldir. 15 Pro Max 3000 dirhəmdir. 16 Pro Max isə 3800 dirhəmdir. Təbii ki, bunlar ikinci əl qiymətlərdir. Yenə də endirim ala bilərsiniz. Bu mağazanın vizit kartını götürdüm. Buradakı WhatsApp nömrələrini yaza bilərsiniz. Hər hansı bir sualınız varsa videonun açıqlamalar qismində də yerləşdirəcəm. İnanırsınız ki, bugün Dubay çox isti, dəhşətli dərəcədə isti var. Ona görə də dosta zəngdən istifadə edəcəm. Çünki burada bir neçə il əvvəl dostum var idi ki, buradan elektronik mallar aparırdı Dubaydan Azərbaycana. Onun köməyinə ehtiyacım var. Ona yazacağım indi ki, mənə o pərvanə nömrəsini və yaxud da ki, lokasyonunu göndərsin, əgər varsa. Əgər şanslıyamsa göndərəcək. Şanslı deyiləmsə, problem deyil sizlər üçün. Qarış-qarış gəzib bu əraziləri tapacağam o mağazanı. Evin deməli, hal-hazırda videonu çəkirəm. Zəhmət olmasa o pərvanə var idi ya. Bu Banyasda iPhone telefonlarının Optovoy birinci əl pərvanə Pakistanlı. Onun bir dənə nömrəsini və yaxud da ki, lokasyonunu bilirsənsə mənə göndərə bilərsən. Çünki izləyicilərə söz vermişəm ki, sizin üçün tapıb çıxardacağım o mağazanı. Mən bildiyim qədərilə bu Banyasda olan bütün mağazalar ondan götürürlər Optovoy qiymətinə və satırlar. Üstünə 50-100 qoyub. Düzdür? İnşallah ki, müsbət cavab gələr. Telefon nömrəsi və yaxud da ki, lokasyonunu göndərər. Mənim promoya gedirəm. Bir də 40 dərəcə isti var. Bu istinin günündə özümə çox əziyyət vermərəm mən. Bu arada yol üstü belə bir mağaza gördüm. Baxın, mağazanın adı Banyasdadır. Əslində mən bir neçə il əvvəl bu mağazadan alış-veriş eləmişdim. İş paltarı almışdım buradan. Çox ucuzdur. Şalvarlar 45-90 dirhəm arası, ayaqqabılar hardasa 100 dirhəm falan, köynəklər 25-60 dirhəm arası. Əgər Dubayda yaşayırsınızsa, bu mağazadan gəlib ala bilərsiniz gündəlik geyimlər üçün. Çox ucuz qiymətədir. iPhone aldığınızda buradan diqqət edin, soruşun. Bunun qarantiyası başlayıb yoxsa başlamayıb? Çünki qarantiyası başlamayan iPhone 16
16 Pro Max 256 GB-ın qiyməti 4290 dirhəm idi. 4200 dirhəmə dedi verərəm. Amma qarantiyası artıq başlayan 4-5 ay, 6 ay qarantiyası qalan iPhone-un qiyməti isə 4150 dirhəm idi. 50 dirhəm endirəm elədi, 4100 dirhəmə dedi verərəm. Yəni bu amilə diqqət edin iPhone aldığınızda burada. Təəssüflər olsun ki, videonun sonuna gəldik. Bir dəfə də təəssüflər olsun ki, Pərvanənin yerini tapa bilmədik. Çünki Pərvanə artıq buradan köçüb, artıq Pərvanə burada işləmir. Mənə belə məlumat verdilər. Başqa videolarımızda da görüşmək ümidi ilə Dubaydakı iPhone qiymətlərini, ikinci el iPhone qiymətlərini və yeni iPhone qiymətlərini sizə çatdırmağa çalışdım. Bu videonu bəyənin. Hələ də bu kanala abunə deyilsəniz abunə olun və bu videonu dostlarınızla paylaşın ki, onlar da xəbərdar olsunlar Dubaydakı iPhone qiymətlərindən və bu videonu gəl gedək Dubaydan iPhone gətirək çataq deyən dostuna göndər.